Çox adam da çölə çıxa bilmir. Qorxudan ki, bəs şey olacaq, tub aparacaq. İşçi masası olaraq, həm də VOT kuryerləri olaraq mətbuata bir açıqlama vermək üçün bura toplaşmışıq. Bu üç şərt təmin olunmadığı təqdirdə kuryerlərin boykotu, Voltun boykotu davam edəcək. İki il həbslə təhdid etməyə başladılar. Mən də dedim ki, yəni xalqıma görə 2 il yox, 20 il də yatmağa razıyam. Dağılıblar, konkret parakəndəliyi var. Yakasını istiler. Afiyettin dövme sen içeri. Ya. Düşündü ki, kuryerlər buna aldanacaq və fəaliyyətini dayandıracaq, amma ki, kuryerlər bu boykota davam etdilər. Her şey yaxşı olacak. İstiler.